San Fransiskoda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinin iştirakı ilə ABŞ Avrasiya Enerji və Ətraf Mühit Forumu keçirilib. Tədbirdə sözü gedən ölkələrin son illərdə regionun enerji xəritəsinin formalaşmasında mühüm rolundan danışılıb. Avrasiyanın enerji sektorundakı inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın Energetika Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Əşrəf Şıxəliyev yaşıl enerjiyə keçidin ölkəmiz üçün prioritet olduğunu vurğulayıb. Bu istiqamətdə görülən işlərə diqqət çəkib. Azərbaycanın Los Ancelesdəki baş konsulu Vüqar Qurbanov iştirakçı ölkələrin həm enerji, həm də tranzit baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, regionda bərpa olunan enerji sahəsində də böyük potensial var. Çıxış edənlər təbii sərvətlərin idarə edilməsi və təmiz enerji mənbələrinin tətbiqinə diqqət çəkiblər. Bu tədbir ilk dəfə baş tutdu və inanıram ki, davamlı olacaq. Belə tədbirlərin keçirilməsi olduqca vacibdir, çünki bu, enerji sahəsində infrastrukturun inkişafı üçün uyğun investorların və korporasiyaların cəlb edilməsinə şərait yaradır. Nümayəndə heyətimiz maraqlı görüşlər keçirdilər. Hesab edirəm ki, bu cür tədbirlər regionumuzda enerji sahəsində inkişafın daha da dərinləşməsinə töhfə verəcək. Forum iştirakçıları yaşıl enerji ilə bağlı investisiyaların təşviqinin və yeni layihələr üçün daha sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. Bildiyiniz kimi, biz ölkə olaraq çox vacib layihə həyata keçiririk. Bu layihə yaşıl enerjinin Avropaya nəqlini nəzərdə tutur. Biz bu işdə Bakı ilə ciddi bir razılaşma əldə etmişik. Hazırda layihənin əsas göstəriciləri müəyyənləşdirilib. Azərbaycanlı həmkarlarımız da eyni istiqamətdə layihə həyata keçirdiyinə görə əməkdaşlıq çox sıx şəkildə davam edir. Yaşıl enerjinin ötürülməsi üçün böyük institutlarla işə hazırlaşırıq. Bu, artıq qlobal səviyyədə bir çox beynəlxalq təşkilatların marağını cəlb edən böyük regional layihədir. Forumda ətraf mühitin qorunması istiqamətində yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Sonra tədbir panel müzakirələrlə davam edib. Burada isə qeyri-neft sektorunun inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi və investisiya imkanlarının artırılması ilə bağlı konkret məsələlər gündəmə gətirilib. Çinlə Avropa arasında ticarəti olan Amerika şirkətlərini biz regiona, o cümlədən Azərbaycana gətirməyi planlaşdırırıq. Missiya özü Qazaxıstandan başlayıb Azərbaycandan keçməli Gürcüstanda tamamlanacağı gözlənilir. Bu missiya çərçivəsində ABŞ şirkətləri Azərbaycanda olan, regionda olan, o cümlədə Azərbaycanda olan ticarət və biznes imkanları ilə tanış olacaqlar. Trump administrasiyası dövründə bilirsiniz, bu administrasiya ticarət və biznes məsələlərinə çox önəm verir. Bu özü də şirkətlərə, bizneslərə pozitiv siqnal göndərir. Biz düşünürük ki, qarşıdan gələn illərdə Amerika şirkətlərinin Azərbaycanda və daha geniş regionda aktiv iştirakını görə biləcəyik. Panel müzakirələrdə region ölkələrinin iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün həyata keçirilən islahatlardan bəhs edilib. Eyni zamanda beynəlxalq sərmayələrin cəlb olunması istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Ruqiyyə Nəcəfli, Umay Cəfərova, Mira TV.